Bu da son, paxlavanın qalıb son toxunuşu. Anar usta ilə uşaqlar paxlavanın şokoladını da keçidirlər kuturdan. Şokoladını da vuracaqlar. Uzaqdan kakao kimi görsənsə də bu şokoladdır. İstəyən adam kakaonun əvəz eləyə bilər, amma orijinal variantında zaten şokoladdır. Buyurun Anar usta. Yonqarlı halda olmalıdır, amma bizim şokoladımız xırda qəpik olduğu üçün böyük küvertürlərdən adi xüsusi qaşıqları var ki, çorka kimi qaşıqlardır. Eləyirsən şokoladın üstündən o yonqar halını verir. Bu südlü paxlava da ən az 3-4 saat qalmalıdır ki, bütün südün çəksin canına, soyusun. Yanında dondurma ilə, qaymaqla servis olunur. İndi kim xoşlayır qozla, badamla içləyən, kim xoşlayır antep fıstığı ilə. Zövqlər mübahisəlidir, ona görə də hamıya nuş olsun.